İqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə Bakı yenidən beynəlxalq diqqət mərkəzinə çevrilir. Paytaxtımız ikinci dəfə iqlim fəaliyyəti həftəsinə ev sahibliyi edir. Bu dəfəki iclas isə sentyabrın 29-dan oktyabrın 3-ədək olan müddəti əhatə edəcək və iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində mühüm addımların atılmasına fokuslanacaq. Proqram çərçivəsində bir sıra vacib mövzularda yüksək səviyyəli siyasi dialoqlar keçiriləcək. Bu dialoqlar enerji, maliyyə, iqlim adaptasiyası, eləcə də kiçik və orta biznes müəssisələrinin rolu və ədalətli keçid kimi aktual məsələləri əhatə edəcək. Bundan əlavə, həftə ərzində sənaye və innovasiya sahəsinin liderləri, habelə yaşıl texnologiya sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə sektor üzrə dəyirmi masalar təşkil olunacaq. Xüsusi diqqət yetirilən məqamlardan biri də gələcəyə baxış bucağı təklif edən gənclərin moderatorluğu ilə keçiriləcək sessiyadır. Bu da iqlim idarəçiliyi və fəaliyyətinə yeni baxışları ortaya qoyacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində əsas hədəf iqlim tədbirlərinin sürətləndirilməsinə nail olmaqdır. Tədbir həmçinin hökumətlər, şirkətlər və elmi dairələr arasında iqlim üzrə həll yönümlü əməkdaşlığın inkişafına yönəldilmiş mühüm platforma rolunu oynayacaq.